Salamlayırıq sizlərin hər birini, hörmətli xanımlar və bəylər. Hal-hazırda sizlər üçün 3 sol torpaq sahəsində iş olunan, gözəl 2 mərtəbəli 260 kvadratdan ibarət olan 6 otaqlı bir həyət evi göstərəcəm. Çox münasib qiymətlə satışa çıxıb, demək olar ki, pulsuz evdir. Əziz izləyicilərimiz, qeyd etdiyim kimi 3 sol torpaq sahəsində iş olunub. Bu gördüyünüz həyət evimizin qarşı tərəfində, yəni ön hissəsində yerləşən həyətyanı sahəsidir. Həyətimiz belə bir tamitlə döşənibdir. Yaşıllaşdırma üçün ərazi ayrılıb və yaşıllaşdırma bundan bitmiş. İlərlərin dəqiqələrdə sizlərə tanış edəcəm. Evin arxa ətrafında da həyətyanı sahəsi var. Belə bir fasad rəngimiz işlənibdir. Ətrafda sizlər üçün tam olaraq göstərək. Qapısına qədər yolu asfalt yoldur. Qiyməti çox uzatmaq istəmirəm. Bu evin bugünkü qiyməti 120 min manatdan satışa çıxıbdır. Real alıcıya da qiymətli endirim olacaq. 260 kvadratlı evdir, 3 sot torpaq sahəsində inşa olunubdur. Həyət üçün sanitar qovşağımız var. Ehtiyat xüsusən quraşdırılıb. Kommunalların hər biri qaydasında. Gəlin vaxtımızı çox olmadan keçək daxili proyektliyə də yaxından tanış olaq. Hörmətli izləyicilərimiz, birinci mərtəbəyə daxil olduqda xəbərdən görünür otaqları. Bu hissədə yerləşir bizim qonaq otağımız. Belə bir yaşayır qonaq otağımız var. Qeyd etdiyim kimi 260 kvadratlı 6 otaqlı bir həyət evidir. Birinci mərtəbə qonaq otağı, indi isə burada yerləşən birinci mərtəbəyə aid məxsus olan sanitar qovşağı ilə tanış olaq. Bu ev özü üçün tikilmə evi, yəni şəxsi evdir. Birinci mərtəbəyə məxsus yataq otağımız. Belə bir gözəl mətbəx hissəmiz var. Xanımların ən çox baxımını keçirdiyi hissə mətbəxdir. Yer istifolu ümumilikdə birinci mərtəbə kollektor sisteminə yığılıbdır. İstifoldur, qapını açıq qoymuşdur. İndi sən gəlin evin arxa ətrafında yerləşən həyətyanı sahədə tanış olaq. Yaşıllaşdırma işləri tam olaraq görülüb başa çatırdır. Boş vaxtlarınızı səmərəli bu evdə istifadə edə bilərsiniz. Yəni, işdən yorulub gəldiyiniz vaxtda bu evdə rahatlıqla dincələ biləcəksiniz. Ev çox gözəl, avralı bir evdir. Şəxsi öz üçün kişilərin istədiyi teras hissəsində göstərək ətraflı olaraq izləyicilərimizə. Gəlin, keçək. Videonu çox uzatmaq istəmirəm gəldikdə ətraflı tam sizlər üçün məlumat verəcəm. Hal-hazırda evin daxili proyektliyə sizlərə tanış edeyim. İkinci mərtəbəmizdə geniş yataq otaqları var. Çox qəşəng edilmə təşrif olunub, uzun müddətli satışda qalmayacaq. Kim özünə şəxsi ev axtarırsa, böyük otaqlara sahib, böyük mağazı axtarırsa, mütləq əlaqə nömrəmizin əlaqə saxlasın. Əziz dostlarımız, burada haradasa yerləşir 6-4 yataq otağı. Ticari yataq otağımız. Ümumilikdə 5 yataq otağı, bir qonaq otağı, mətbəx, 2 sanuzəldən ibarətdir. Burada yataq otağında daxilində sanitar qovşağı var, otağa məxsusdur. Həmçinin qayda olsada sanitar qovşağı var. Ticari yataq otağımız. Dəvət edirəm sizlərin balkonu ilə tanış olaq. Belə bir gözəl balkonumuz var, həmçinin evin qarşı tərəfində. Balkonlar ən yaxşı göstərək sizlər üçün. Yerinizdə balkonlar. İkinci mərtəbənin sanitar qovşağını deyəsə göstərmək. Yerə baxın. Buranı da göstərək. Evin qarşı tərəfində olan balkon. Qapısına qədər yol asfaltdır. Yerləşdiyi ərazi Finə qəsəbəsində Bülbül Şadlıq Sarayı tərəfdən gəldikdə Siraf çay evinin yaxınlığındadır. Qapıya qədər yol asfaltdır. 3 sot torpaq sahəsində şəxs özü üçün tikilən bir evdir. Qiymət 120 min manat, 260 kvadratlıq ev. Bu evi əldən qaçırmayın. Əlaqə nömrəmizdən əlaqə saxlayıb bu evin sahibi sizlər olun. Sağ olun, dəyərli izləyicilərimiz.